Hər gün özünə sual ver. Özün üçün bu gün nə etmisən? Öz sağlamlığın üçün, ailən üçün, ideyaların reallaşması üçün nə etmisən bu gün? Hər gün özümə sual verirəm. Burada əslində bilinir öz həyatına necə yanaşırsan. Sənin vaxtın, həyatın sənin üçün nə qədər dəyərlidir. Hər dəfə qırağa atırsansa o görmək istədiyin işləri, vaxtı biz limitsiz bir resurs kimi qəbul edirik. Rəhmətə gedənləri dəfn edənlər bunu çox gözəl başa düşər. Əslində vaxt hələ də limitsiz resurs deyil. Kimsə sənin həyatını sevsin ya da sənin vaxtına dəyər versin, belə olmur. Özün dəyər verməlisən. Demək deyil, yəni istirahət eləmirsən, yox. İstirahətin də sənin məqsədlərinə qulluq eləyir. Düşüncələrin o istiqamətdədir. İstirahətin də belə sənin məqsədlərinə qulluq eləyir. Sənə qulluq eləyir. Məsələ odur. Çünki düşüncən oradadır. Düşüncən öz həyatındadır. Özünü reallaşdırmaqdadır. Bizim gözləntilərimiz başqalarındandır. Gözləyirik ki, kimsə gələcək, nəyisə düzəldəcək. Yox, belə olmur. Gözləntin ancaq özündən olmalıdır. Məsuliyyəti də maksimum öz üzərinə götürməlisən. Maksimum.